Qiyabi təhsildə də 5 il olaraq təhsilimizi başa vururuq. Yumşaq bacarıqlar, sərt bacarıqlar, insan resursları, təşkilati davranış bu kimi fənlər tədris olunur. Zaman üstünlüyü tanıyır. Sadəcə ildə 2 ay dərslərə gedirik Maksimum dərəcədə 30 gün ərzində aktiv ola bildiyimiz qədər ola bilirik. və ixtisası yaxşı araşdırmalıdırlar. Özlərinə uyğun olub-olmadıqlarını müəyyən etməlidirlər. Real iş mühitində yaranan кейsləri danışdıq. Mən Sevinç Orucova, Azərbaycan Dövlət İqtisad Universitetində Qiyabi və Əlavə Təhsil Mərkəzinin menecment ixtisasına təhsil alıram. Mən Qəmər Fətəlisoy Azərbaycan Dövlət İqtisad Universitetinin Qiyabi fakültəsində mühasibatlıq ixtisası üzrə təhsil alıram və bu gün sizlərə də qiyabi təhsil haqqında və Dövlət İqtisad Universitetində mühasibatlıq ixtisası haqqında danışacağam. Bu universiteti və ixtisası seçməyinizə əsas səbəb nə oldu? Mənə elə gəlir ki, UNIQ ölkənin iqtisadiyyat sahəsində tanınmış universitetlərdən biri olduğu üçün ona görə ilkin ağla iqtisadiyyat sahəsi dedikdə UNIQ gəlir. Ona görə ta əvvəldən onu seçməyi planlaşdırmışdım. İxtisas olaraq isə menecmenti sırf gələcəkdə idarə etmə sahəsində özümü inkişaf etdirmək üçün menecment seçdim. Hətta iç kodlaşdırma əsnasında maliyyə mühasibatlığa yer verməmişdim, ancaq menecment və iqtisad sahəsini seçmişdim. Əsas səbəb qiyabi təhsilin və qiyabi təhsil üzrə olan ixtisasların UNIQ-də daha geniş olması oldu. Mən də ona görə İqtisad Universitetini və qiyabi ixtisas seçdim. Bu universitet və ixtisas haqqında sizə ən çox verilən sual nə olub? Ən çox verilən sual daha çox diplomda fərq olub olmamasıdır. Əyani təhsildən fərqli olaraq qiyabi təhsildə də diplom olaraq heç bir fərq yoxdur. Sadəcə əyani təhsildə 4 il təhsil aldığımız kimi, qiyabi təhsildə də 5 il olaraq təhsilimizi başa vururuq. Qiyabi təhsil almağın əyani təhsil almaqdan nə kimi fərqləri və üstünlükləri var? Üstünlükləri mənə elə gəlir ki, budur ki, karyera ilə birlikdə təhsili tələbə davam elətdirə bilir. Yəni həm karyera mərhələsinə addım ata bilir. Yəni bu ikisi bir aradadır. Çünki işləyə-işləyə universitetə gələndə bizdə yumşaq bacarıqlar, sərt bacarıqlar, insan resursları, təşkilati davranış bu kimi fənlər tədris olunur. Tələbə əyani mənə elə gəlir ki, əyani oxuyan tələbə hələ çalışmadığı üçün bu fənni tam yaxşı qavraya bilmir. Amma biz ən azından çalışıb və kollektivdə gördüyümüz üçün fən arasında müəllimlə belə müzakirə edə bilərik. Çünki biz də öz real iş mühitində yaranan кейsləri danışdıqda maraqlı olur. Dərs də maraqlı keçir. Yəni bunu müəllimlər belə qeyd edirkən qiyabi tələbələrlə dərs keçmək maraqlı olur. Bu universitetdə və ixtisasda oxumağın ən böyük üstünlüyü nədir? Ən böyük üstünlüyü təbii ki, qiyabi olduğu üçün bizə zaman üstünlüyü tanıyır. Sadəcə ildə 2 ay dərslərə gedirik və imtahanlarda iştirak edirik. Geri qalan zaman bizə qaldığı üçün öz ixtisasımızda daha çox təcrübə proqramlarına qoşularaq özümüzü inkişaf elətdirmə fürsətimiz var. Universitet həyatınız gözlədiyiniz kimi keçirmi? Gözlədiyim kimi əslində keçir, amma sadəcə mənim cavabım burada nəyi gözləməyək. Əyani tələbələrdəki kimi universitet həyatımız olmur. Yəni əyani tələbə hər gün dərsə gedir və demək olar ki, həyatın çox hissəsinin, çox saatını, gününün çox saatını universitetdə olur. Ona görə aktiv tələbəlik həyatı keçirə bilir. Amma biz o qədər də aktiv deyil, yəni bizdə tələbəlik həyatı maksimum dərəcədə 30 gün ərzində aktiv ola bildiyimiz qədər ola bilirik. Hansı ki, universitetdə bizdə də qiyabilərdə tələbə həmkarlar komitəsi olur, gənclər komitəsi, elmi cəmiyyəti. Yəni buradakı olan tədbirlərdə, layihələrdə iştirak etməyə çalışırıq aktivliyimiz üçün. Bu universiteti və ixtisası seçən biri nəyi bilməlidir? Nəyi bilməlidir? Birinci universitet və ixtisası yaxşı araşdırmalıdırlar. Özlərinə uyğun olub-olmadıqlarını müəyyən etməlidirlər. Bir də universitetlər zaten bütün ixtisasların hansı fənlərdən təşkil olunacağını, yəni semestr ərzində hansı fənləri görəcəklərini əvvəlcədən elan edirlər öz səhifələrində. Bunları mütləq araşdırıb ona uyğun ixtisas seçim etməyə baxsınlar. Universitetinizdə nəyi dəyişmək istəyərdiniz? Dəyişdirmək deyir də artırmaq istəyərəm ki, ən azından banklar bir qırağa, dövlət müəssisələri ki var, bunların əməkdaşları bizdə gəlib təlimlər keçsinlər. Bizim tələbələrimiz əlavə gedib orada təcrübə keçsinlər. Yəni bunun sayı daha çox olsa, düzdür var, amma sayı daha çox olsa daha yaxşı. Məncə qiyabi təhsil alan və əlavə təhsil alan tələbələr müəyyən yerdə ayrı-ayrı təhsil almaları yaxşı olardı deyə düşünürəm. Son olaraq bizə və abituriyentlərə nə demək istəyərdiniz? Abituriyentlərə demək istəyirəm ki, seçimi yenə də özləri etsinlər. Heç vaxt ya ailələri olsun, ya kənar şəxslərin fikirlərinə önəm verməsinlər. Çünki gələcəkdə olacaqları yer özləri olacaq. Heç kəs onların yerinə olmayacaq həmin yerdə. Ona görə gələcəkdə özlərini harda görmək istəyirlərsə, hansı ixtisasda görmək istəyirlərsə, o sahədə təhsil alsınlar. Güman edirəm ki, yekunda onlar üçün də faydalı bir podkast olacaq. Abituriyentlərə onu demək istəyirəm ki, dövrümüzdə artıq imkanlar daha genişdir və bu imkanlardan yaxşı və doğru, səmərəli şəkildə istifadə edərək özlərinin inkişafına fokuslansınlar. Sosial platformalardan, süni intellektdən və digər alətlərdən düzgün şəkildə istifadə edərək öz gələcəklərini daha doğru şəkildə qurmağa cəhd etsinlər.